Özümüzü Amerika birjasında təsəvvür eləyək. Hansı ki, bu birjanın ən aparıcı şirkətlərindən biri olan Knights Capital'da işləyirik və bir developerik. Təbii ki, senior developer. Bu gün haqqında danışacağımız işləri görə biləcək səviyyədə bir senior developer ki, ona tapşırılıb. Yeni bir funksiyonel çıxaracağıq production'a. Bu funksiyonel sayəsində avtomatlaşmış bu birja əməliyyatları aparılacaq. Qərbəliyin ilki ilə başlayaq. Bu çıxacaq olan funksiyonellıq 8 ədəd serverə çıxarılacaq. Konkret sayı var, nə artıb, nə azalır. Normalda təbii ki, bildiyimiz kimi, əgər tələbat çoxdursa scale out eləyərik, serverlərimizin sayını artırarıq, yoxdursa azaldarıq. Amma konkret sayı var burada. Və bu 8 serverə bir-bir bizim yeni funksiyonellıq, yeni application əlavə olunur. Bunlardan birinə isə əlavə olunmada problem yaşanır. Bu problem yaşandığı zaman bir struktur, bir sistem yoxdur ki, bundan xəbərdar olunsun. İkinci bir buna review eləyən adam yoxdur. Hər hansı bir nomenklatura yoxdur. Bunun hər biri okey olsa da burada yeni kod əlavə oluna bilmir, yeni application əlavə oluna bilmir. Bəs yaxşı, yeni olmadı. Bunun içində nə var? Bunun içində illər əvvəl söndürülmüş bir kod var. Hansı ki, nədir? Ümumən gördüyü iş, yenə eyni qaydada çox detalına getmədən fərqlilikləri nə idi, onlara toxunmadan bu birja əməliyyatlarını aparmaq. Amma birja əməliyyatlarının aparılmasında belə bir sistem var. Bir əsas əməliyyat var, hansı ki, o ümumi bir prosesdir. Bu əsas əməliyyat amma bölünür onun kiçik alt proseslərinə ki, bu xırda alış-satışlar həyata keçiriləcək və yekununda artıq ümumi proses sonlanmış olacaq. Deyək, bu alt proseslərin sayı olsun, bizdə indi 5 ədəd. 5 olsun, 15 olsun, fərq eləməz. Bu sistem ölçür ki, əsas əməliyyatı yerinə yetirməsi üçün 5 dənə proses olmalıdır. 5 çatdısa, demək, okeydir, bu proses sonlandırıla bilər. Həmin bu kod illər əvvəl bu serverdən çıxarılıb. Sadəcə burada qalan hissə alış-satış əməliyyatlarından bağlı işlər olub. Yəni, saya nəzarət çıxarılıb. Amma bu kod özü də söndürülüb. Yəni, artıq ehtiyac olmadığı üçün bu hissə çıxarılıb, başqa bir fazaya keçirilib və kodun özü də söndürülüb. İndi bu serverlərə production'a çıxan zaman aydın məsələdir ki, bir flag veriləcək ki, okey və işləməyə başlaya bilər. Okey verilən zaman ilk bu production'a çıxanda saatlar göstərib 8:00. İlk xəbərdarlıq bildirişi də onda gəlib. Ancaq bu informasiya xarakterli bir şey olduğu üçün heç kəsə ciddiyə almayıb. Bu da davam edən səhvlərdən bir növbətçi. 9:30-da birja açılır. 9:31-də artıq New York birjasında hər kəs təşvişdədir ki, bu nədir baş verir? Bu qədər çoxlu alış-satışlar deməli nədir? Burada gördüyümüz kimi saya nəzarət yoxdursa nə olacaq? Bu ödənişin daxilində 5 dənə var. 1 kuruk 5. Heç kəs demir ki, dayan. 2 kuruk 5. 3, 4, 5. İndi biz davam eləyək. Bu hələ davam eləyəcək. Bu davam eləyir. Artıq hiss olunur ki, nəsə o deyil. Yəni, bir neçə dəqiqə ərzində, çox kiçik bir müddət ərzində artıq hər kəs xəbərdardır ki, nəsə düz getmir. Və Knights Capital şirkətinin üst şirkəti olan, yəni bu bir holding və kampaniyanı idarə edən üst şirkətdən Knights Capital'ın CEO-suna zəng gəlir ki, saxlayın bu sistemi. Nəsə xarabdır, işləmir, saxlayın bu sistemi. Knights Capital'ın şirkəti rəhbəri nə cavab verməli olur? Saxlaya bilmərik. Bizim bilirsiniz də belə adlanır, kill switch. Rubinlik vəsairədə adlandıra bilərik ki, kökündən söndürməsi üçün bir kill switchimiz yoxdur. Yəni bir circuit breaker yoxdur bu sistemdə. Yoxdur və beləliklə uzun sözün qısası bu proses davam edir 45 dəqiqə. 45 dəqiqə davam edən bu proses təqribən 7 milyard
sayacaq. Milyard dollar əməliyyat aparır. Bu 7 milyard dollar təbii ki, şirkətin büdcəsinin çox-çox üstündə bir şeydir. Bunun müəyyən bir hissəsi kompensasiya olur, alışlar, satışlar geri qaytarıla bilir, amma arada qalır 450 milyon dollar fərq. 450 milyon dollar fərq yenə də şirkətin büdcəsindən çoxdur. Ona görə bankrota getmək riskinə üzləşir. Digər bir şirkət tərəfindən alınır və bankrotdan da xilas olur. Amma 17 illik əziyyət, bu arada 17 yaşında olanda olub. Bu şirkətin 2013-cü ildə həzər olmuş olur. Bir dənə bu yekun xəta səbəbi ilə, amma burada xətalar zincirləmədir. Baxın, bu serverlərin ilinə görə bəlkə biraz keçmək olardı, amma 2013-də bu da qədim bir tarix deyil. Bu serverlərin bir-bir əlinlə əlavə olunması, bu sistemin qətiyyən avtomatlaşmaması, heç bir nomenklaturun olmaması, bu köhnə kod niyə illərdir burada yaşayır, niyə bura nəzarət edən və yaxud da yenisi çıxanda buna nəzarət edən, alerting saat 8-də buna nəzarət edən, yəni və ən əsası bir kill switch niyə yoxdur sistemdə? Sualların sayı çoxdur. Kənardan baxıb fikir bildirmək də nisbətən asandır. Ona görə də çox da burada ittihamlar eləmək tərəfdarı deyiləm. Ancaq bəzən belə bir sistemlər qurulur və hər kəs zərər görür. Ona görə də təbii ki, bu tip hekayələri qulaq asıb başqalarının yaşadıqları çətinliklərdən dərs çıxartmaq çox faydalıdır və müəyyən qədər də özümüzü o situasiyalara qoyub başa düşmək bizim özümüz üçün fayda olur. Nəinki türklər demiş yargılamaq. Belə bir hadisə. Yəni, yəqin ki, buradan çox şeylər öyrəndilər, sonra uğurlu işlərə imza atdılar. Ancaq biz də öyrənək onlardan ki, biz də uğurlu işlərə imza ataq. Bu qədər. İnşallah gələn daha maraqlı mövzularda da görüşərik. Sağ olun.